Ötən gecə Bakıda dəhşətli qətl hadisəsi baş verib. Kişi yaşadığı mənzildə həyat yoldaşının başını kəsib, sonra isə özünə qəsd edib. Hələlik cinayət hadisəsinin detalları açıqlanmır. Lakin əməkdaşımız Rəşad Vəkiloğlu qətlə bağlı bəzi məlumatlar əldə edib. İzləyək. Gecə iradələndə axşama tərəf özünü atdı oradan. Onun öz yaşayış yeri buradadır, 2-ci blokda. O özün 1-ci blokdan atdı. Ötən gecə paytaxtda dəhşətli ailə faciəsi yaşanıb. Yasamal rayonu General Məmməd Şərif Həmidov küçəsi 53 ünvanında yaşayan 38 yaşlı Bürhan Məmmədov 33 yaşlı həyat yoldaşı Xumar Məmmədovanı qətlə yetirib. Sonra öz həyatına son qoyub. Necə tanıyırdınız onu? Ümumiyyətlə işləyirdi hardasa? Normal sakin kimi. Belə işdə güzdə, amma dəqiq işini də bilmirdik heç. Belə normal. Xeyr. Bu yoldaşından yox. Başqa yoldaşı da var. Hə, Ağdaşdan olmalıdır. Cinayət hadisəsi gecə saatlarında baş verib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Hər iki meydə baxış keçirilib. Zəruri istintaq hərəkətləri icra edilib. Bürhan Məmmədov həyat yoldaşı Xumar Məmmədovanı yaşadıkları bu mənzildə başını kəsərək qətlə yetirib. Daha sonra özü binanın 2-ci blokundakı 14-cü mərtəbəyə qalxaraq oradan yerə atıb belə hadisə yerində dünyasını dəyişib. Əldə etdiyimiz digər bir məlumata görə Xumar Bürhanın ikinci həyat yoldaşı olub və onlar ötən ilin sentyabr ayında ailə həyatı qurubmuşlar. Meydlər müayinə olunması üçün məhkəmə tibbi ekspertizə və patoloji anatomiya birliyinin Yasamal şöbəsinə təhvil verilib. Məlumata görə bir neçə ay öncə ailə həyatı quran Məmmədovlar ailəsi hadisə baş verən mənzilə yeni köçüblər. Hələlik Bürhanın cinayət hadisəsini hansı səbəbdən törətməsi və həyatına qəsd etməsinin detalları açıqlanmır. Yasamal rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.